Sizə bu dəfə elə bir bitkidən danışacağam ki, nəinki qədim zamanlarda insanlar onunla müalicə olunub, hətta bu gün də təbiblər və alimlər onun təsiri qarşısında heyran qalır. Söhbət xalq arasında faydalı sayılan tut yarpağından gedir. Tut ağaclarının yarpaqları qədim zamanlardan bəri xalq təbabətində geniş tətbiq olunub. Məsələn, ənənəvi Çin təbabətində ağ tut yarpaqları şəkər xəstəliyi və öskürək, boğaz ağrısı, qızdırma, bronxit kimi xəstəliklərin müalicəsində istifadə olunub. Eyni zamanda Azərbaycan xalq təbabətində də ağ tut yarpağı çayı soyuq dəymə zamanı hərarəti aşağı salmaq üçün tətbiq edilir. Gəlin görək, tut yarpağı insan orqanizmi üçün hansı faydalı təsirlərə malikdir ki, təxminən 3000 il əvvəldən bu günə kimi istifadə olunur. Videoya keçməzdən əvvəl, əgər belə məlumatları faydalı hesab edirsinizsə və təbii müalicə üsullarını öyrənmək istəyirsinizsə, videonu bəyənməyi, kanala abunə olmağı və bildirişləri aktiv etməyi unutmayın. Beləliklə, sağlamlığa dair ən doğru və faydalı məlumatlar hər zaman ilk sizə çatacaq. Tut yarpaqları zəngin təbii tərkibi ilə sağlamlıq üçün dəyərli bir nemətdir. Onun tərkibində C vitamini, B qrupu vitaminləri, K vitamini, eləcə də kalsium, dəmir, maqnezium, sink, kalium və fosfor kimi mühüm minerallar geniş şəkildə yer alır. Bu maddələr tut yarpağını möhkəm və qalıcı enerji mənbəyinə çevirir. Eyni zamanda güclü antioksidant təsirə malik olan quercetin, rutin kimi flavonoidlər və fenollar hüceyrələri sərbəst radikalların zərərli təsirindən qoruyur. Bundan əlavə, tut yarpaqları qaraciyərin təmizlənməsinə kömək edən liflə də zəngindir. Tut yarpağı tərkibindəki DNC sayəsində mədə-bağırsaqda karbohidratların udulmasını zəiflədir. Buna görə şəkər xəstələri üçün tut yarpağı çayı faydalıdır. Hazırlamaq üçün 2 yemək qaşığı qurudulmuş tut yarpağını 1 litr suda qaynadın. 2 saat dəmləndikdən sonra süzün. Bu çaydan yeməkdən əvvəl gündə 1-2 stəkan içmək qan şəkərinin tənzimlənməsinə kömək edəcək. Ağ tut yarpağı çayı soyuq dəymə zamanı qızdırmanın salınması üçün istifadə olunur. Eyni zamanda bronxit, quru öskürək və boğaz ağrısı müalicəsində də faydalıdır. İstifadə etmək üçün yarpaqların dəmlənməsini hazırlayın, səhər və axşam acqarına 1 stəkan için. Öskürək üçün tut yarpağı çayı və ya dəmləməsinin içilməsi bronxları yumşaldır. Araşdırmalar göstərir ki, tut yarpağı xolesterolu və qan təzyiqini salmağa kömək edir. Ənənəvi təbabətdə ürəyin qorunması üçün tut yarpaqları yemşan çiçəkləri ilə birlikdə dəmlənib içilir. Ürək xəstəliklərinin riskini azaltmaq üçün gündə 1 fincan belə dəmləmədən istifadə edilə bilər. Tut yarpağında güclü antioksidantlar olduğundan qocalmanı ləngidir və dərini nəmləndirir. Xalq təbabətində eksema və çox quru dəri üçün xüsusi maskalar hazırlanır. Bunun üçün tut yarpaqları əzilib az miqdarda zeytun yağı ilə qarışdırılır və bu maska üzə çəkilir. 15-20 dəqiqə gözlədikdən sonra yuyulur. Nəticədə dərinin quruluğu azalır və təbii nəmliyi bərpa olunur. Tut yarpağı çayı ödəmə, yəni bədəndəki şişkinlik hallarını aradan qaldırmağa kömək edir. Əgər bədəndə artıq maye toplanması varsa, gündəlik pəhrizə əlavə olaraq tut yarpağı çayı qəbul etmək faydalı ola bilər. Tut yarpağı çayı yüngül təbii ağrıkəsici təsirə malikdir. Məsələn, baş ağrısı zamanı 1 fincan isti tut yarpağı çayı içmək bədənin rahatlamasına kömək edə bilər. Eyni zamanda tut yarpağı iltihab əleyhinə maddələrə malik olduğundan qığırdaq və oynaq ağrılarının yüngülləşməsində istifadə edilə bilər. Tut yarpağı ümumilikdə təhlükəsiz hesab edilsə də, bəzi hallarda diqqət tələb edir. Bəzi insanlarda tut yarpağı çayı qarında köp, qaz, qəbizlik və ya ishal kimi təsirlərə səbəb ola bilər. Belə hallarda dozanı azaltmaq lazımdır. Şəkər dərmanları qəbul edən xəstələr tut yarpağı çayını çox istifadə etdikdə qan şəkəri çox aşağı düşə bilər. Bu səbəbdən qanda şəkəri tənzimləyən dərmanlarla yanaşı istifadə zamanı həkim məsləhəti vacibdir. Tut yarpağının hamiləlik və südvermə dövründə istifadəsinin tam təhlükəsizliyi müəyyənləşdirilməyib. Hamilə qadınlar yalnız həkim məsləhəti ilə tut yarpağı istifadə etməlidir. Nadir hallarda tut yarpağının allergik reaksiya vermə ehtimalı var. Dəri və tənəffüs problemli şəxslər əvvəllər kiçik dozada sınama aparmalıdır. Əgər bu bilgilər sizin üçün faydalı oldusa və təbiətdəki möcüzələri kəşf etməyə davam etmək istəyirsinizsə, videonu bəyənin və kanala abunə olun. Növbəti videolarda sizə sağlamlıq üçün daha çox təbii və elmi əsaslı məlumatlar təqdim edəcəyik. Növbəti videolarda görüşmək ümidi ilə sağlıqla qalın, sağlam qalın.